Salam hər kəsə. Bu gün Lütfüzadə Riyaziyyat Məntiq Olimpiyadasının keçən il 7 iyunda keçirilmiş final turunun izahı olacaq. Vaxt itirmədən suallara keçək. Demək, birinci sual. Aşağıda göstərilən banan, alma və üzüm meyvələrinin hər biri ayrı-ayrı 3 müxtəlif rəngli çantalara qoyularaq yan-yana düzülmüşdür. Öndən baxdıqda 3 müddəa verib bizə. Və biz bunu ayrı-ayrılıqda hər müddəyə əsasən bir nəticə çıxardacaq və sonda bu 3 müddəadan aldığımız nəticələri ümumiləşdirəcəyik. Birinci, içində banan olan çanta, içində alma olan çantanın sonundadır. Mən meyvə adlarını, qutunun rənglərini, bunları baş hərflərlə ifadə edəcəm. Meyvələrin altından xətt çəkəcəm ki, rəngi ilə işarələdiyimdən qarışmasın. Birincidən aldığımız nəticə banan olan çanta, alma olan çantanın sonundadır. Sıra belə olmalıdır. İkinciyə əsasən, mavi rəngli çanta, üzüm olan çantanın sağında. Üçüncüyə əsasən isə içində alma olan çanta, mavi rəngli çantanın sağındadır. Biz son ikisini ümumiləşdirsək, üzüm, mavi rəng olduğu üçün aşağıdan yazacağım. Mavi olan və içində alma olan çanta. Və bizə 3 meyvə verilib. Banan, üzüm, alma. Üzümlə alma buradadır. Yerdə banan qalır. Demək ki, banan olan çantaymış. Mavi olan çanta. Eyni zamanda oradan da bilərik ki, birinci müddəada deyir ki, banan, alma olan çantanın solundadır. Onun əsasında yaza bilərik, məntiq yürüdərək də yaza bilərik. Düzgün cavab B variantı. Üzüm, banan, alma. İkinci sual tipli sualları Eyler-Venn diaqramından istifadə etmək daha səmərəli, əlverişlidir. Çünki bu zaman səhv etmə ehtimal çox aşağıdır. Əgər diqqətli oxsaq, diqqətli hər bir detayı nəzərə alsaq, Eyler-Venn diaqram çəkirik. 2 bölməli. Çünki bizə 2 hissədən ibarət lazımdır. Birinə ingilis dilini, birinə də alman dilini bilən uşaqlar olaraq ayırırıq. 25 nəfərlik bir sinifdə ingilis dilini bilməyən 13, alman dilini bilməyən 12 şagird var. Bu 2 dili də bilməyən 4 şagird varsa, hər 2 dili bilən neçə şagird var? Demək, 4 şagird kənarda qalsın. Bizə Eyler-Venn diaqramında 4 şagird heç bir dil bilmədiyi üçün 25 şagird qeyd edəcəyik. İngilis dilini bilməyən 13 nəfər. Gəlin bu Eyler-Venn diaqramın hissələrini adlandıraq. A, B, C və davam edək. İngilis dilini bilməyən deyirsə, bura A və B hissəsində olanlar ingilis dilini bilir. C hissəsində olanlar isə ingilis dilini bilmir və eyni zamanda uşaqların əksəriyyətinin səhv edəcəyi məqam buradadır və əgər bu 4 nəfəri nəzərə almasa, cavab ümumiyyətlə alınmayacaq. Cavab hardasa mənfilərdə bir qiymət alınır və sayda heç vaxt mənfi ola bilməz, naturaldə də olmalıdır. 4 nəfər bilməyən də var, C də var. Yəni C ilə 4-ün cəmi ingilis dilini bilməyən uşaqların cəminə bərabərdir. Yəni 13-ə bərabərdir. Buradan da C-nin qiymətinin 9 olduğunu tapdıq. Sonra deyir ki, alman dilini bilməyən 12 şagird var. Alman dilini bilməyən B və C hissəsində olan alman dilini bilir. Bilməyən isə A hissəsində olandır. Bir də həmin heç bir dil bilməyən 4 nəfər. Bunu da yuxarıdan yazaq. A plus 4 bərabərdir 12. A da bərabərdir 8. A-nın qiyməti var 8. C-nin qiyməti var 9. Biz demişdik ki, Eyler-Venn diaqramında cəmi 21 şagird qeyd edə bilərik. Bu da o deməkdir ki, A plus B plus C toplamda 21 şagird olacaq.
Bizdə A ilə C-nin qiyməti var. A ilə C-nin cəmi 8 və 9-un cəmi, yəni 17-dir. Buradan da B-ni rahatlıqla taparıq. 21-dən 17 çıxacaq, edəcək 4. Cavabımız və bizə hər iki dili bilən şagird istəyir. Hər iki dili bilən B ilə işarələdiyimiz yerdir. Uşaqların sayıdır. B hansı qiymət alarsa cavabımız da odur. Yəni cavab C variantı. Üçüncü sual. Zərin görülən üzlərindəki ədədlərlə müəyyən hesablamalar aparılmış və nəticələr aşağıda yazılmışdır. Buna görə x neçə olacaq? Bu demək riyaziyyat məntiq olimpiyadası olduğu üçün bu daha çox məntiq hissəsidir və burada bizə verilən rəqəmlərlə tam olaraq bir hansı proses aparacağımızı bilmirik və bunu yoxlamaq lazımdır. Hansı ədədi bir-birinə vurmaq, bölmək, toplamaq, çıxmaq, müəyyən bir ardıcılıqla elə aparmaq lazımdır ki, bizə verilən ədəd alınsın. Ümumiyyətlə, hansınınsa proses aparacaq və həmin rəqəmi alındıracaq. Əgər digərlərində də bu şərt ödəyərsə, eyni qayda ilə bizdən soruşulan ədəd tapa bilərik. Mən deyirəm ki, zərin ön hissəsini üst və sağ hissəsinin cəminə hasilinə bərabər olacaq. Mənim fikrimcə. 6 vurulsun 3 plus 2 bərabərdir 6 vurulsun 5, 30. Şərt burada ödəndi. İkinciyə baxaq. 4 vurulsun 2 plus 5 4 vurulsun 7 28. Burada da ödədi. Üçüncüyə baxaq. 3 vurulsun 4 plus 1 3 vurulsun 5 15. Demək bizim tapdığımız yol düzgün yoldur. X-i tapmaq üçün 3 vurulsun 5 plus 4, yəni 3 vurulsun 9, cavab 27. A variantı. Dördüncü sual. 200 litrlik yağı 1.5 litrlik şüşə qablara doldursaq, sonuncu şüşə qabın hansı hissəsi boş qalar? Biz bunu tapmaq üçün 200 litr bölünsün 1.5 litrlik qablara bölürük. Ki, neçə qab çıxacaq? Bu, alacağımız ədəd kəsir ədədi olacağı üçün biz onun tam hissəsini götürəcəyik və sonra yəqin ki, 5-ci siniflərdə, dərsliklərdə səhv etmirəmsə, kəsir ədədə bölünmə keçilib. Vergüldən sonra bir rəqəm olduğu üçün vergülü bir rəqəm sağa atırıq və surətə də bir sıfır əlavə edirik. Çünki bir rəqəm sağa atmışıq vergülü. 2015-ə böləndə demək 133.333 bu sonsuza qədər edir. Buna dövrü kəsir deyilir. İstəyirsə yazılışını da göstərim. 133 dövrdə 3 belə yazılır. Amma bizə lazım deyil. Bu hissə bizə lazım deyil. Dediyim kimi bunun tam hissəsini götürəcəyik. Təzədən böldüyümüz ədədə 1.5-ə bu ədədə 133-ü 1.5-ə hasili edəcək 199.5. 200 litrlik isə yağ vardı. 200 litr yağımız var. Biz 199.5 litrin qablara tam dolduracağıq. Yerdə nə qədər yağ qalır onu tapaq. Yerdə 0.5 litr yağ qalmalıdır. Bütün qablarımız 1.5 litrdir. 0.5 litr qaldığı üçün, yağ qaldığı üçün bunu da sonuncu, yəni 134-cü qaba tökdüksə 0.5 litr yağ olacaq. 1 litr isə boş bir yer qalacaq. Bizə sonuncu şüşə qabın hansı hissəsi boş qalar deyir. 1 litr boş qalacaq və ümumi tutumu isə 1.5-dir. Biz bunu kəsirdən qurtarmaq üçün
sürət və məxrəci 2-yə vuracağıq. Sürət və məxrəci eyni bəddə vursaq və bölsək, kəsirin qiyməti dəyişmir. Yəqin ki, bunu hər kəs bilər. 2 bölünsün 3. Yəni 3-də 2. Cavab 3-də 2. B variantı. 5-ci sual. Verilmiş kvadratın hər bir xanasında bir natural ədəd yerləşir. Hər bir sətir, sütun və diaqonal üzrə yerləşən ədədlərin cəmi eyni olduğuna görə yaşıl rəngli xanada hansı ədəd yazılar? Bunu tapmaq üçün birinci sətrə baxaq. 3, 12 və bizdən istənilən ədəd. Bunun cəmi mütləq şəkildə 15-dən böyük olmalıdır. Çünki 3 və 12-nin cəmi 15-dir. Sətrin, sütunun, diaqonalların, ədədlərin cəmi 15-dən böyük olmalıdır. Mən bunu bir A ilə qiymətləndirirəm. Bu 15-dən böyük olmalıdır deyə nəticə çıxartdım. Sonra 3-cü sətrə baxaq. 7, 13 və bilinməyən bir ədəd. Demək, bunu göstərir ki, cəm 20-dən böyük olmalıdır. Sonra diaqonala baxaq. Bu diaqonala. 3, 13. Bu da onu göstərir ki, A mütləq 16-dan böyük olmalıdır. Bütün bu üçünün də daxil olduğu hissəni tapmaq üçün istərsiniz ədəd oxunda baxaq. İşarə edək 15. Yəni mənə lazım olan ədədləri işarə edəcəm. Artığı yazmaq vaxt sərfiyyatı olar. Bu ox yəni uzanır. Biri 15-dən böyük deyir. Biri 16-dan böyük. Birini də aşağıdan çəkərik. Biri də 20-dən böyük. Bunların üçünün də kəsişdiyi yer 20-dən sonra olan hissədir. Demək ki, biz nəticə olaraq bunu götürməliyik ki, cavabımız düzgün alınsın və müəyyən bir x ədədi yazdım mən yaşıl hissəyə. Çünki tapacağım ədədə x qoydum ki, sonra başınız qarışmasın istədiyi ədədə tapanda. Demək, mən bunu göstərmişəm ki, onda cəm 15 plus x-dir. A ədədi götürək. A ədədi isə x çıxılsın 1 olmalı. Çünki 16 edir. B ədədi isə, bunu bəzi uşaqlar nisbətən başa düşməyə bilər. Zamanla anlayarsınız, ümid edirəm. X çıxılsın 5. C ədədi isə x plus 5. Biz C ilə A-nı toplayıb A plus C 2x plus 4. Demişik ki, hər sətir, sütun, diaqonal üzrə cəm bərabər olmalıdır 15 plus x-ə. D də bərabər olmalıdır burada. 11 çıxılsın x. Özünüz də bu iki ədədi toplasaz 15 plus x-in alındığını görərsiniz. D isə 11 çıxılsın x alınır. X-in toplamı, D-nin toplamı, 13-ün toplamı 15 plus x-i versin. Buradan x çıxacaq mənim fikrimcə. Demək, yazaq. Digər suallar nisbətən ağır bir sualdır. Yəni, bəzilərinizin başa düşməməsi normaldır. Əgər çoxluq yenidən 5-ci sualı izah etməyimi istəsə, qeyd edər. Digər növbəti videomda qeyd edirəm. Demək, x-in, D-nin 11 çıxılsın x bu və 13-ün cəmi bərabər olmalıdır 15 plus x-ə. X-lar gedir, çünki biri müsbətdir, biri mənfi və qalır ki,
24 bərabərdir 15 plus x. X də bərabərdir 24 çıxılsın 15, yəni 9. Cavabımız C variantı. Bir daha qeyd edim ki, bu mürəkkəb bir sualdır. Bunun sizin üçün daha rahat izah etməyə çalışacağım digər videomda. Daha rahat bir izah tapıb sizə izah edəcəm. O videoya qədər görüşənədək. İzlədiyiniz üçün çox sağ olun.